Salam hacılar, necəsiniz? Mənim bəyəndiyim namizədlə ailəmin kriteriyaları üst-üstə düşmürsə, mən öz seçimimin arxasınca getməkdə nə dərəcədə sərbəstəm? Valideynlərimin razılığı bu məqamda şərtdirmi? Valideynlər istiqamət vermələri yaxşıdır. Yəni yol göstərmələri yaxşıdır. Və burada gələk insan özü baxsın da o ailə quracağı şəxs istəmir. Nə üçün istəmir? Yəni məsələn, onlar haqqında düşünmək. Bəzi vaxtlar ailə qurmaqda axı onun baxışları yanlışdır. Adam qorxur ki, deyər ki, bəlkə o tapdığı insan daha faydalıdır, ona xeyirli olacaqdı, həm ailədə, həm dünya, həm axirətdə. Ona görə də konkret cavab verə bilmirəm, deyə bilmirəm ki, yox, onu at, bunu tut. Gələk bir ümumiyyətlə insan, ailə qurmaq istəyən insan birinci xilqətin hədəfi nədir, o haqda düşünsün. İnsan niyə yaranıb və o niyə yaranıb ətrafında ailə mövzusu cavab tapacaq ki, mən kimlə ailə qurum? Ki, o şəxs mənə kömək olsun ki, mən hədəfimə çatım. Hədəfimə yetişə bilim. Ni'məl ən əla itaətillah. Deyir ki, nə gözəl həyat yoldaşıdır Allaha itaət eləməkdə. Əleyhissalam deyir xanım Zəhra üçün. Çox gözəl həyat yoldaşıdır Allaha itaət eləməkdə. Yəni, xilqətin hədəfinə gedən yolda mənə kömək edən xanımdır. Bu təyin olunmalıdır. Hədəf, ailə niyə qurulur? O ailənin hədəfi də bu hədəflə uzlaşmalıdır. Ondan sonra baxılmalıdır ki, bu fərd orada, harda dayanıb? Hədəfə uyğundur, yoxsa yox? Bunlar hamısı onun ətrafında. Anata da istiqamət versin. Bəzi vaxtlar anata hələ öz bildiyini tutub. Başa düşürsünüz. Bu da bir şey deyil də. Yəni, biraz övladlarımıza yol da açmalıyıq, kömək də eləməliyik. Bəzən övlad da səhv gedir ki, anata düz istiqamət vermək istəyir, o da başqa məsələ. Mahirə xanım yazır, salam hacı. Sənə bir sualım var. Mənim namazlarım qəzaya gedir, günahdır. Hə də günahdır. 100% günahdır. Namazı qəzaya verməzlər. Namaz Allahın vacibidir, Allahın buyruğudur və məhrum olur insan çox nemətlərdən, bərəkətlərdən. Ümumiyyətlə, hara çatmaq istəyirsə, namazla çatacaqsınız.